Mayın 5-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsullarla 2999, 1950, 1040, 1000, 999, 1000, 1000, 744, 713, 560, 498, 347, 43 manat və 90 avro pul vəsaitləri bank kartlarından oğurlanıb. APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Kartın üzərindəki CVV, CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan login və şifrələr, kartın PIN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar yaxud pul yoxdursa kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin. Təhlükə var. Məlumatda deyilir.